Hər vaxtınız xeyir olsun. Hər birinizi kanalımda xoş gördüm. Bugünkü videomda sizlərlə çox asan Kiyev kotletinin hazırlanmasını paylaşıram. Nəzərinizə çatdırım ki, Kiyev kotletinin hazırlanması köhnə videolarımın birində var. Lakin çəkim yaxşı olmadığına görə videonu yenidən lentə almağa qərarı aldım və sizlərlə paylaşıram. Bu kotlet üçün 600 qram toyuq filesindən istifadə edirəm. Gördüyünüz kimi toyuq filesini yuyub artıq olan suyunu süzmüşəm. İndi isə blenderin içərisinə əlavə edib xırdalayıram. Əgər blenderiniz yoxdursa, ət çəkən maşından da keçirdə bilərsiniz. Fileni blenderdən keçirdikdən sonra başqa bir qabın içərisinə əlavə edirəm. Üzərinə zövqümə görə duz və istiot əlavə edib yaxşıca qarışdırıram və soyuducuya qoyuram. İndi isə kotletin içliyini hazırlayıram. Bunun üçün 100 qram otaq temperaturunda yumşalmış kərə yağının üzərinə 3-4 sap xırda doğranmış şüyüd və 1 sap xırda doğranmış yaşıl sarımsaq əlavə edirəm. Əgər yaşıl sarımsaq yoxdursa, bir diş sarımsaqdan da, quru sarımsaqdan da istifadə edə bilərsiniz. Göyərtini əlavə etdikdən sonra yaxşıca qarışdırıram və hazır olan yağlı qarışığı krem torbasının içərisinə yığıram. Gördüyünüz kimi dəzgahın üzərinə streç sərmişəm və yağı səliqə ilə streçin üzərinə yayıram gördüyünüz şəkildə və streçi büküb düz bir şəkildə soyuducunun buzluğuna yerləşdirirəm. Gördüyünüz kimi yağ artıq donub soyuducudan çıxarmışam və 3 sm yarım ölçüdə kəsirəm. İndi isə kotletləri hazırlayıram. Hazırladığım filedən, yəni doğrayıcıdan keçirdiyim filedən götürürəm və əlimi tez-tez islatmaq şərti ilə, yəni əlimi ilıq suya batırıram və kotletə o şəkildə forma verirəm. Gördüyünüz kimi filedən götürdüm. Əlimin içərisində biraz hamarladıqdan sonra içərisinə soyuq şəkildə olan yağı yerləşdirirəm və üzərini gördüyünüz şəkildə əlimlə hamarlayıram. Kotletin hazırlanmasını bir neçə dəfə göstərirəm ki, sizlərə daha aydın olsun. Nəzərinizə çatdırmaq istəyirəm ki, yağı kotletin, yəni filenin içərisinə qoyduqdan sonra elə örtməlisiniz ki, yağ heç bir yerdən görünməsin. Qızaran zaman da yağ axıb kotletin içərisi boşalmasın. İndi isə kotletləri bulamaq üçün un, yumurta və çörək qırıntısından istifadə edəcəm. Bunun üçün 2 ədəd yumurtanın üzərinə 1 çimdik duz əlavə edib qarışdırıram və hazırladığım kotletləri əvvəlcə una, daha sonra yumurtaya, suxariyə və yenidən yumurtaya və suxariyə batırıram və kotletlərim bu şəkildə hazır olur. Burada bir qeyd nəzərinizə çatdırmaq istəyirəm ki, kotletləri una və yumurtaya batırmazdan əvvəl, yəni bu şəkildə hazırlanmazdan əvvəl hardasa yarım saat soyuducunun buzluğunda gözlədirəm ki, kotletlər öz formasını saxlasın və una yumurtaya batıran zaman formasını itirməsin. Hazır olan kotletləri istəsəniz, yəni kotletləri hazırladığınız anda bişirə bilərsiniz və yaxud da şüşə bir qabın içərisinə yerləşdirib, saxlama qabının içərisinə yerləşdirib buzluqda da saxlaya bilərsiniz. Yəni bu sizin istəyinizdən asılıdır. Mən hazırladıqdan sonra yarısını bişirdim, digər yarısını isə buzluqda saxladım. Kotletləri hazırlanmazdan əvvəl soyuducuda saxladıqda həm də kotletlərlə işləmək daha rahat olur, yəni çətinlik çəkilmir.
Gördüyünüz kimi balaca bir qazançanın içərisinə 500 ml duru yağ əlavə etmişəm. Yağ qızdıqdan sonra hazırladığım kotletləri yağın içərisinə əlavə edirəm. Burada bir qeydi nəzərinizə çatdırmaq istəyirəm ki, kotletləri çox az xodda qızartmaq lazımdır ki, həm kotletlərin içərisi qəşəng pişsin, həm də üzəri çox gözəl qızılı rəngdə olsun. Yəni kotletləri yanmadan çıxarmaq lazımdır yağın içərisindən və gördüyünüz kimi ara bir çevirirəm və kotletlərim çox gözəl qızarır. Daha sonra isə hazır olan kotletləri mətbəx salfetinin üzərinə çıxarıram ki, artıq olan yağı süzülsün. Hazırladığım Kiev kotletləri bu şəkildə alındı. Bəyəndinizsə videonun altındakı bəyən düyməsinə basıb kanalıma abunə olub videolarımı paylaşaraq kanalıma dəstək ola bilərsiniz. Sağ olun, yeni videolarda görüşənədək.